Ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyatı dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir. Bu barədə Qafqazinfonun sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Bildirilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədi ilə hazırda Mərkəzi Bank aidiyyatı dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır. Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir. Xatırladaq ki, bir müddət əvvəl ekspertlər tərəfindən əmək haqqı və pensiyaların vətəndaşın istəyinə uyğun olaraq istənilən bankdan almaq imkanı tanınacağı açıqlanmışdı.